Qeyd edim ki, mart ayının 26-sından artıq etibarən moped idarə edən şəxslər artıq onlara bağlı qanun qüvvəyə mindi və həmin şəxslər, moped idarə edən sürücülər A1 kateqoriyalı sürücülük vəsiqəsi əldə etməlidirlər. Digər bir məsələ isə dövlət nömrə nişanı üzərinə vurulmalıdır və digər məsələ isə qeydiyyat şəhadətnaməsi əldə etməlidirlər. Bunun üçün də həmin şəxslər qeydiyyatda olduqları yerin qeydiyyat imtahan şöbələrinə, məntəqələrinə yaxınlaşmalıdırlar və ora müraciət etdikləri zaman bunu əldə edə bilərlər. Və hər bir halda da həmin moped idarə edən şəxslərin də mopedi idarə etməyə dair müqavilə sənədləri, alqı-satqı sənədləri olmalıdır ki, yaxınlaşıb müraciət edə bilsinlər. Və bir məsələni də qeyd etmək istərdim ki, bunun olunmasında əsas məqsəd bəzi hallarda qeyd etməliyəm ki, moped idarə edən şəxslər əlavə qazanc əldə etmək məqsədi ilə A nöqtəsindən B nöqtəsinə daha sürətli şəkildə getmək üçün çalışırlar ki, yol daşıdıqları məhsulu, yeməyi daha tez çatdırmaq üçün bəzi hallarda yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar. Qırmızı işıqda keçirlər, maneetmə qaydalarını kobud şəkildə pozurlar, avtomobillərin arasında sürətli şəkildə idarə edirlər, digər hərəkət iştirakçılarına təhlükə yaradırlar, həm də özlərinə və dəfələrlə bunları belə olduqları zaman baş verən qəzaları görmüşük ki, xəsarət alırlar, bəzi hallarda da həyatını itirirlər. Çünki moped idarə edən şəxslərin hər hansı bir qorunacaq bir vasitəsi yoxdur. Sadəcə olaraq onlar dəbilqədən, dizlikdən, qolluqdan istifadə etməlidirlər. Ora əyləşən şəxs də mütləq şəkildə bunların düymələnməsini təmin etməlidir ki, bu olsun. Amma bir məsələni də qeyd edim ki, burada əsas məqsəd onların qayda pozuntusu etməklərini çəkindirmək, yol hərəkəti qaydalarına digər sürücülər kimi tabe olmaları, bu da hər bir yol hərəkətinin təhlükəsizliyi üçün nəzərdə tutulub.